Salam əziz şagirdlər, bugün tənliklər sistemi bölməsindən hər iki tənliyi 2 dərəcəli və daha yüksək dərəcəli olan tənliklər sisteminə başlayırıq. Dərslərimizə qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz. Birinci suala baxaq. Birinci sualı toplama üsulu ilə gedəcəm uşaqlar. Toplama üsulunda biz elə etməliyik ki, ya A-lar ya da B-lər tərəf-tərəfə toplanan zaman islah olsunlar. Ona görə mən A-ları burada islah etmək istəyirəm və ikinci tənliyin hər tərəfini mənfi 2-yə vuracağım. Birinci tənliyi olduğu kimi saxlayıram. A bölü 3 çıx 4 bölü B bərabərdir 2. A bölü 6-nı mənfi 2-yə vuranda bax, fikir verin. Bunu mənfi 2-yə vurduğunuzu düşünün. İxtisar gedəcək, qalacaq mənfi A bölünsün 3. Mənfi 2-yə vurursunuzsa bu ikinci toplananda mənfi 2-yə vurmalısınız. Onda mənfi 20 böl B olacaq və cavabı da mənfi 2-yə vurmalısınız. Onda cavab 4 olacaq. Və gördüyünüz kimi tərəf-tərəfə toplasam mən bunu, A-lar əksəriyyətlər olduğu üçün gedəcəklər. Və mənfi 4B ilə mənfi 20 böl B bərabər verəcək bizə 6-nı. Deməli, mənfi 24 böl B bərabər 6-dırsa, çarpaz vuranda 6B mənfi 24 olar, B bərabər olar mənfi 4-ə. B-nin qiymətini tapdıq, A-nın qiymətini tapmaq üçün aparıb əvəz edək. Fərqi yoxdur hansında. Birinci tənlikdə mən əvəz edəcəm. A böl 3 çıx 4 böl B-nin yerinə mənfi 4 yazırıq. Baxın, bu B-nin yerinə mənfi 4 bərabərdir 2. O zaman olur A böl 3. 4-ü mənfi 4-ə böləndə mənfi 1. Qarşıda bir dənə də mənfi olduğu üçün üstəgəl 1 bərabərdir 2. Buradan A böl 3-ü 1 alırıq. A da bərabərdir 3-ə. Və mən tapmalıyam AB hasilini. A 3, B isə mənfi 4-dür. Cavabımız olacaq mənfi 12, Y variantı. Keçirik ikinci suala. İkinci sualda baxın uşaqlar, x-ləri də əksəriyyətlərə gətirə bilərsiniz. Y-ləri də fərq etməz. Ürəyiniz hansını istəyir. Mən ikincinin hər iki tərəfini 2-yə vuracağım. Çünki burada y böl 7-də mən y böl 14-ü 2-yə bölsəm, yenə y böl 7 ifadəsi 2-yə vursam, y böl 7 ifadəsini alacağım. Birincini olduğu kimi saxlayıram. İkincinin hər tərəfini 2-yə vuracağım. Bax, bunu 2-yə vuranda birinci toplananı 2-yə vuranda olur 2 bölünsün x. Bunu 2-yə vuranda 2 ilə 14 ixtisar gedir. Qalır y bölünsün 7. Bərabərdir. 3-ü də vurmalıyıq 2-yə. Özdə mənfi 3-dür. Cavab mənfi 6. Tərəf-tərəfə toplayırıq. Y-lər gedir. 3 bölü x üstəgəl 2 bölü x bərabərdir 1 üstəgəl mənfi 6. O ortaq məxrəc x olacaq burada. 2 ilə 3-ün cəmi 5 bərabərdir mənfi 5. 5-i x-ə bölündə mənfi 5 qalırsa, deməli x-imiz mənfi 1-dir. Y-i tapmaq istəyirsiniz, aparın birində yerinə qoyun. 3 böl x-in yerinə mənfi 1 tapdıq. Mənfi 1-i yazıram. Y böl 7 bərabərdir 1. 3-ü mənfi 1-ə böldüm, mənfi 3. Çıx y böl 7 bərabərdir 1. Mənfi y böl 7 bərabərdir 3-ü sağ tərəfə keçirsəm işarə dəyişilib 4 olacaq. Çarpaz vursam mənfi y bərabərdir. Baxın, bir atıb çarpaz vura bilərsiniz. Buradan da y-inizi alırsınız mənfi 28. X, y hasili mənfi 1 vur mənfi 28. Cavabımız müsbət 28 olacaq A variantı. Üçüncü sualla davam edirik. X, y hasilini soruşur. X, y hasilini görürsünüz, burada toplama üsulu ilə gedə bilmərsiniz. Yuxarıda ortaq məxrəci yaratsam, ortaq məxrəcə gətirsəm daha doğrusu, X, y hasili yaranar. Birincinin məxrəcində x çatmır deyə x-ə, ikincidə isə y-ə vurmalıyam. Onda olacaq x kvadratı, üstəgəl y kvadratı bərabərdir 34 bölünsün 15. X kvadratı üstəgəl y kvadratının cavabını 34 verib uşaqlar. Yx elə eksi y deməkdir. Burada sürətlər gedir, ikisində də iki kəsin arasında bərabər işarəsi var. Sürətlər bərabərsə, deməli məxrəclər də bərabərdir. Yx bərabərdir 15 qalır. Bizdən x-y hasilini soruşurdu. X-y elə yx olduğu üçün cavabımız D variantı. Dördüncü suala baxırıq.
Dördüncü sualda tənliklər sistemini həll edin deyir. Artıq x, y hasilini soruşmur bizdən. Həll etməliyik, görək necə həll edək uşaqlar. Yenə də ortaq məxrəci gətirirəm. X, y ortaq məxrəcdir. Deməli, ortaq məxrəci gətirən zaman bu məxrəcində x, ikinci tərəfdə isə y çatışmır. Ona görə x kvadratı üstəgəl y kvadratı bərabərdir -2 yaza bilərəm. Və burada x kvadratı üstəgəl y kvadratının cavabı 2 yazılmışdı. 2-ni x, y-ə böləndə -2 qalır. Deməli, x, y -1-dir ki, 2-ni -1-ə bölsəm gedib -2 alaram. Eyni zamanda bizə verilir x kvadratı üstəgəl y kvadratı bərabərdir 2-yə. İndi bunları necə əlaqələndirək uşaqlar? Burada əlaqələndirməkdən ötürü buranın cavabının 2-yə bərabər olduğu verilib. Əvəz etmə eləyə bilərik. X-in yerinə 1/y yaza bilərik, amma o uzun gedəcək. Gəlin belə gedək. Bunu x üstəgəl y-in kvadratı çıxılsın 2xy kimi göstərək. Köməkçi müxtəsər vurma düsturuna görə. X üstəgəl y-in kvadratını buradan alacaqsınız. Çıxılsın 2 vur x, y-ə -1 deyək. Bərabərdir 2. Burada nə alırıq? X üstəgəl y-in kvadratı üstəgəl 2 bərabərdir 2. İkiləri islah aparsanız x üstəgəl y-in kvadratı 0 olar. Uşaqlar, bir ifadənin kvadratı 0-dırsa, deməli ki, o özü də 0-dır. X üstəgəl y 0-a bərabərdir. İndi burada x-in yerinə -y yaza bilərik. Bunu aparıb burada əvəzləsək, x-in yerinə -y yazsaq, vurulsun y bərabər -1. Mənfilər hər tərəfdən gedir, y kvadratı 1-dir. Kvadratı 1 olan 2 dənə ədəd var. Ya 1 ya da -1. X, y1, y2 deyək bunlara. İndi x-i tapmalıyıq uşaqlar. Biz demişik axı x, y-in əksidir, belə almışdıq. Əgər y-imiz 1-dirsə, deməli x bunun əksi -1 olacaq. Əgər yox, y -1-dirsə, x də bunun əksi müsbət 1 olacaq. Yəni bir cütlüyümüz -1, 1, bir cütlüyümüz isə 1 -1-dir. Onda cavabımız olur B variantı. Dördüncü sualın cavabı B variantı və keçirik 5-ci suala. X, y hasili 4-ə bərabər verilibdir. Bunu bundan o tərəfə sadələşdirmək olmur. Amma ikinci tənlikdən, hər iki tərəfdən, hər iki toplanandan x, y-i çıxarda bilərsiniz. Birinci tərəfdə x-in 1-i qalır, ikincidə də y-in 1-i. Bərabərdir 16. Uşaqlar, x, y hasili 4 idi. 4-ü x üstəgəl y-ə vuranda 16 edirsə, x üstəgəl y-in cavabında 16-nı 4-ə bölərək 4 alırıq. Bu belə. Bizdən x kvadratı üstəgəl y soruşur. Bundan ötürü biz x üstəgəl y tapdığımıza görə gərək x və y ayrı-ayrı tapaq. Üviyyətlə gedə bilərsiniz. Belə düşünün də, 2 dənə ədədiniz var. Vuranda da 4, toplayanda da 4. Hansı ədədlərdir? 2 və 2. x2, y2. Deməli, bizdən x kvadratı üstəgəl y kvadratını soruşur. 2-nin kvadratı, x kvadratı üstəgəl y. 2-nin kvadratı üstəgəl 2, cavabınız olur 6, D variantı. Necə ki, Viet teoremində vuranda 4, toplayanda 4 olan ədədləri biz düşünüb birbaşa yazırdıq. Bir də kvadrat tənliyi həll etməyə ehtiyacı olmurdu. Burada da eyni qayda ilə. 6-cı sualla davam edirik. Yenə də x, y hasilini veribdir bizə. İkinci tənlikdən ortaq x, y çıxarda bilərəm. Onda qalacaq y üstəgəl x bərabərdir 54. X, y hasili 9-dur. 9-u y üstəgəl x-ə vuranda 54 edirsə, hər tərəfi 9-a ixtisar aparsaq, y üstəgəl x-ə 6 taparam. 2 ədəd düşünməliyik, toplayanda 6, vuranda 3. Hansı ədədlərdir? 3-lən 3. Deməli, x də 3-dür, y də 3-dür. X üstəgəl y-in kvadratını istəyir. 3 üstəgəl 3-ün kvadratı. Cavabımız 12, C variantı. 7-ci suala baxaq. Ortaq məxrəcə gətirək uşaqlar x, y hasilini. X, y, yuxarıda birincini y-ə vurmalısınız sürətini, ikincinin sürətini isə x-ə vurmalısınız. Bərabərdir 3. İkinci tənliyimizə baxaq. 2-nin məxrəcinə 1 atsaq, çarpaz vuranda 2x, y bərabərdir 2 alırıq.
Və bu ikinci tənlikdən biz nəticəyə gələ bilərik ki, x, y hasili 2-ni 2-yə böləndə 1-ə bərabərdir. Bu x, y hasilinin 1-ə bərabər olmasını gətirib birinci tənlikdə yerinə yazsaq, y üstəgəl 2x bölünsün 1 bərabərdir 3. Və oradan da alıram ki, y üstəgəl 2x bərabərdir 3-ə. X-i y-ə ayrı-ayrı tapmalıyıq. Bundan ötürü əvəzləmə edəcəm. Y bərabərdir 3 çıxılsın 2x. Bunu hansısa bir tənlikdə yerinə qoymalıyıq. Hansı tənlik rahat görünür? X, y hasilinin 1-ə bərabər olduğu tənlik. X olduğu kimi yaz, y-in yerinə yaz. 3 çıxılsın 2x bərabərdir 1-ə. Uşaqlar, bax, burada yazdıq. Vurub açsam 3x çıxılsın 2x kvadratı, 1-i də keçirdim bu tərəfə. Ardıcıl düzək, çünki kvadrat tənlikdə dərəcə kiçikdən böyükdən kiçiyə doğru ardıcıl düzülməlidir. Və bunların hər birini mənfiyə vuraq. O zaman 2x kvadratı çıx 3x üstəgəl 1 bərabərdir 0 olacaq. Diskriminantla gedə bilərsiniz, vuruqlara ayırma ilə gedə bilərsiniz. Uşaqlar bunun köklərini tapmaq üçün gəlin diskriminantla yazaq. B kvadratı, ya da belə bir qayda öyrədim sizə uşaqlar. Baxın, əgər hansısa bir kvadrat tənlikdə əmsalların cəmini toplayanda 0 verirsə, deməli o tənliyin köklərindən biri 1-dir. Bu da qəşəng bir qaydadır sizin üçün. Bunu da deyim, kim bilmirsə ona. Əmsallarını toplayanda 0 verirsə, baxın, əmsallarını toplayanda cavab 0 eləyir, düzdür? 2, mənfi 3, 1. Deməli bu tənliyin köklərindən biri 1-dir. Həqiqətən x-in yerinə 1 qoyun, ödəyəcək. 1-i 1-dir, digər kökü də tapmaq üçün yeni viyyətdən istifadə edə bilərsiniz. Biz bilirik ki, tənlikdə, kvadrat tənlikdə köklərin hasili c böl a idi. Yəni 1 bölünsün 2, düzdürmü? Əgər bir kökü 1-dirsə, 1-i nəyə vursan, 2-də 1 eləyər sualına, elə 2-də 1-in özünə. Deməli, ikinci kök c böl a olacaq. Belə yadınızda saxlaya bilərsiniz bu qaydanı. X-i tapdınız, ona uyğun y-i tapmalısınız uşaqlar. Və x-imiz 1 olanda y-i tapmaq üçün aparıb bu tənlikdə yerinə qoyaq. Y bərabərdir 3 çıx 2 vur, x-in yerinə 1. Onda 3-dən 2 çıxanda y də 1 olur. Cütlük kimi x1, y1. Ya da x-in yerinə 2-də 1 yazaq. Baxıb y-i tapaq, yenə həmin tənlikdə qoyuram yerinə. Bu rahatdır. Hansını istəyirsiniz qoya bilərsiniz uşaqlar. Hasil olan da rahatdır. Mən də aşağıdakını da qoyuram yerinə. 3 çıxılsın 2 vur, x-in yerinə 1 bölü 2 yazıram. 2-lər ixtisar gedir. 3-dən 1 çıxanda cavab 2. Deməli, tənliyin köklərini yazmaq istəyirəmsə, x-i birinci, y-i ikinci yazmalıyım. Bu da B variantında görünür uşaqlar, aldığımız köklər. Deməli, 7-ci sualın cavabı olur B variantı və keçirik 8-ci suala. Səkkizinci sualda ikinci tənliyə baxın. İkinci tənlikdə deyir ki, 12-ni x, y-ə böləndə 4 edir. 10 çarpaz vursam 4x, y bərabərdir 12. Deməli, x, y-i tapmaq üçün 12-ni 4-ə böləcəksiniz. 3 şifahi də baxıb görə bilərdi seçinə yazmadan. İndi birinci tənliyi yazmaq istəyirəm. Birinci tənliyə ortaq məxrəci gətirəcəm. X, y ortaq məxrəcdir. Bu birinci surətini y-ə vurmalısınız. İkinci surətini isə x-ə vurmalısınız. Çıx 3x bərabərdir mənfi 1. Deməli, x, y-in cavabını 3 tapmışdıq. Axı, gətirib qoyaq yerinə. Və buradan alırıq ki, 2y çıxılsın 3x bərabərdir mənfi 3. Y də bərabər olur. 2y gəlin birinci tapaq. 3x-i sağ tərəfə keçirdəndə müsbət 3 olduğu kimi yaz. Y olacaq 3x çıxılsın 3 bölünsün 2. İndi x, y hasili 3-ə bərabərdir. X-in yerinə x olduğu kimi yazıb y-in yerinə 3x çıxılsın 3 bölünsün 2 yazıram. Bunun cavabı 3-ə bərabər olduğu verilib. Uşaqlar, rahat həll eləmək istəyirəm deyə mən oradan 3-ü ortaq vuruq çıxardacağım. Sürətdən. Baxın, çıxardanda nə olur? Bu 3-lər ixtisar gedir. X vurulsun, x çıxılsın 1, bərabərdə 2-ni sağ tərəfə keçirsəz, burada 1 qalıbdır da, vuranda 2. Vurub atsaz x kvadratı çıx x, 2-ni də keçirdim bu tərəfə. Viyyətlə gedin.
2 dənə kök var. Bunları vuranda mənfi 2 edəcək. Sərbəstə. Çünki əmsal 1'dir burada. x1 ilə x2'ni toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Hansı ədədlərdə vuranda mənfi 2, toplayanda 1, 2 və mənfi 1. x1 2'dir, x2 mənfi 1'dir. İndi buna uyğun y-ləri tapmalıyıq uşaqlar. Harada tapaq? X, y hasili 1'ə bərabər, 3'ə bərabər idi. Burada tapaq. X, y hasili 3'ə bərabərdir. Deməli, x-in yerinə aparıb 2 yazanda, x-in yerinə 2 yazanda, y-ə vuranda 3 alınırsa, y olacaq 3 bölünsün 2, yəni 1,5. Bu y-in birinci qiymətidir. Onda bizdə cütlüyümüz belə olur da, x1, y1, yəni x2 olanda y-i 1,5 aldıq. Və indi x-in yerinə mənfi 1 qoyacam, aparıb yuxarıdakı tənlikdə. X-in yerinə mənfi 1 qoyanda, mənfi 1'i y-ə vuranda 3 edirsə, deməli y mənfi 3'dür. X mənfi 1 olanda y mənfi 3. Hansı variant? Y variantı uşaqlar. Bu şəkildə həll edə bilərik tənlikləri. Keçək 9-cu suala. Ne soruşur? X, y hasilinin modulunu soruşur. Neyniyək ki bunu uşaqlar? Tərəf-tərəfə toplasaq düstura gələr. Tərəf-tərəfə çıxsaq da bir düstur verər bizə. X, y hasilini necə rahat tapa bilərik? Tərəf-tərəfə böl edə bilərik hətta. Bir neçə versiya var uşaqlar. Hansı ilə gedək? Hansı yaxşı olar görən? Gəlin tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda olur y kvadratı üstəgəl x kvadratı üstəgəl xy 2 dənə xy verir. O deyir 64. Uşaqlar bu y üstəgəl x'in kvadratıdır da. Kvadratı 64'dür. Kvadratı 64 ise deməli y üstəgəl x 8 də ola bilər. Mənfi 8 də ola bilər. Bu belə. Bunları aldıq. Ya budur ya da budur. İndi bir də o tənliklərdən hansınasa birinə baxaq. X kvadrat üstəgəl xy tutaq ki 24 verilmişdi. Buradan mən x'i tapsam x üstəgəl y qalır ortaq vuruq çıxardanda. X üstəgəl y-in cavabı 8 kimi götürsəm, onda x'in cavabını 3 alıram. X'in cavabı 3'dürsə y-in cavabını tapaq. Mən bunu burada yerinə qoyacağım. Çünki x üstəgəl y-ə mən 8 demişdim. Onda x'in cavabı 3'dürsə y-in cavabı 3'ün üstünə nə gəlsəm 8 edər. Y-in cavabı 5 olur. Yox, əgər mən x üstəgəl y-ə mənfi 8 götürsəydim, onda ikincidə həll edərdim. X mənfi 3 olacaqdı. X mənfi 3 olacaqdı. Bax, buna mənfi 8 desəydiniz. Mənfi 3 olacaqdı, y-imiz mənfi 5 olacaqdı. Bizdən x, y hasilini soruşur modulda. 3 vurulsun 5, cavabımız 15 y variantı. Ya da mənfi 3 vurulsun mənfi 5, o da yenə y variantını verəcəkdir. 10-cu suala baxaq. 10-cu sualı ikincini 2'yə vuracağım uşaqlar. Çünki mən buranda 8 eləyib bunları toplamaq istəyirəm. Toplayanda onlar gedəcək. Birincini olduğu kimi saxlayıram. 1 bölü x çıxılsın 8 bölü y bərabərdir 8. İkinciyə baxaq. 2'yə bunu vursam 10 bölü x. 2'yə bunu vursam 8 bölü y müsbət. 2'ni 51'ə vursam 102. Tərəf-tərəfə toplayaq. Bunlar gedir. X'də 1, üstəgəl x'də 10, toplayanda x'də 11. 102 ilə də 8, 110. Şimdi bunları çarpaz vursam 11 bərabərdir 110 x eləyəcək. X'i tapmaqdan ötürü 11'i 110'a bölməlisiniz. 11 böl 110 ixtisar eləyəndə onda 1. X onda 1'də y tapmalıyam. Aparıb hansındasa birində qoyaq yerinə y tapaq. Birincidə yazacağım. Uşaqlar x onda 1'dirsə 1 bölü x, x'in tərsi olduğu üçün onda 1'in tərsi 10. 1'də 10 yəni 10. Çıxılsın 8 bölünsün y bərabərdir 8. İndi 8 bölünsün y neçədir ki? Ondan nəyə çıxsam 8 qalar?
Ondan 2-ni çıxsam, deməli bunun cavabı 2-dir. Burada da 8-i nəyə bölsəm 2 düşər? 4-ə. Deməli y 4-dür. Y-i deyir x-ə böl. Y 4-dür. Bölməni nöqtəli göstərəcəm. 10-da 1-ə böl. Yəni bunu tərs çevirib sən 1-də 10-a vursan, cavabı alarsan 40. O da eləyər C variantı. Düzdürmü? Və 11-ci suala baxırıq. Yenə mən toplama üsulunu tətbiq etmək istəyirəm. Ona görə yuxarını 3-ə vuracağım. Çünki 3-ə vuranda burada yaranır 6 böl x. 3-ə vuranda burada yaranır -3 böl y. 3-ə vuranda bunu -12. İkincini olduğu kimi yazıram. 8 böl x, 3 böl y bərabərdir 19. Tərəf-tərəfə topla, bunlar getsin. X-də 6 ilə x-də 8-i toplayanda x-də sürətlər toplanırlar 14. 19 ilə -12-ni topla 7. 14-ü nəyə bölsəm 7 düşər 2-yə. Deməli x-imiz 2-dir. X 2-dirsə y aparıb tapmalıyam. Qoyaq tutaq ki burada yerinə. 8 bölünsün 2, x-in yerinə 2 yazdıq. 3 böl y bərabərdir 19. 8-i 2-yə böləndə 4. 4-ün üstünə 3 böl y gəlib 19 almışamsa, deməli 3 böl y 19-dan 4 çıxanda 15-dir. Çarpaz vursam 15 y bərabərdir 3. Çünki 15-in məxrəcinə 1 atıb çarpaz vura bilərik. Y də bərabər olacaq 3 bölünsün 15, ixtisar getsə 5-də 1. Belə. Bizdən soruşur ki, x-i y-ə böl. Yəni 2-ni böl 5-də 1-ə. Tərs çevir vur. 1-də 5-ə. Cavab nə olsun 10. Yəni A variantı. Və 12. Eyni cür gedir uşaqlar bunlar. 12-yə baxaq. Baxın, y-in birində sürətində 1 dayanıb, birində 2, bir deyəndə yəni -1-də. Mən 2-yə vuracağım bunu. Hər tərəfin. 2-yə vuranda, bunu 2-yə vuranda olur 2 böl x. Bunu 2-yə vuranda 2 böl y. Bərabərdə 2-ni 1-ə vuranda 2. İndi 1 bölünsün, ikincini olduğu kimi saxlayıram. 2 böl y bərabər 3. Topla tərəf-tərəfə, çünki burada əks ədədlər görmüsən, onlar gedəcək. 2 böl x üstə gəl 1 böl 2x bərabərdir 2 ilə 3-ü toplayanda 5. Ortaq məxrəcimiz 2x-dir. Bunu 2x etməkdən ötürü 2-yə vurmalısan. 2-ni 2-yə vurub üzərinə 1 gələndə 5. Düzdürmü? İndi məxrəcinə 1 atıram. 10x bərabərdir 5-dirsə, x də bərabərdir 5 bölünsün 10. Cavabları adi kəsr kimi göstərib ixtisar elə. 5-i ixtisar edəndə 1 böl 2 A variantı. Keçək 13-ə. Yeni birincinin hər tərəfini 3-ə vuracağım. Çünki y-in sürətində 3 dayanıb, yuxarıdakını da 3 etmək istəyirəm. -3 olacaq hətta. 3 bölünsün x. Bunu 3-ə vuranda -3 böl y. 3-ü 1-ə vuranda 3. İkincini olduğu kimi saxlayıram. Və tərəf-tərəfə toplayıram. Bunlar gedir. 3 böl x üstə gəl 1 böl 2x bərabərdir 3-ün üzərinə 4 gələndə 7. Ortaq məxrəcimiz 2x-dir. Bunu 2-yə vurarsınız. 3-ü 2-yə vurub üzərinə 1 gələndə 7. Uşaqlar 7-ni nəyə bölsəm 7 düşər 1-ə. Deməli bu 2x-in cavabı 1-dir. X də bərabərdir 1 böl 2, 0,5 onluq kəsr şəklində göstəriblər. B variantı. 14-cü sualla davam edirik. Neyək 14-cü sualda? X-i soruşur. X-i soruşursa gəlin y-ləri yox edək. Bu məxrəcdə 2 var. O 2-ni azad etməkdən ötürü gərək 2-yə vurasınız. Gəlin aşağının hər tərəfi -2-yə vuraq. Birinci tənliyi olduğu kimi saxlayıram. İkincinin hər tərəfi -2-yə vuranda, 2-ni -2-yə vursam -4 böl x. Bunu -2-yə vuranda 2 ilə 2 ixtisar gedəcək. Mənfi də olduğu üçün 1 böl y olacaq. Bunu da -2-yə vursam cavabım -6. Tərəf-tərəfə topla y-lər getsin. 1 böl x tərəf-tərəfə toplayanda öz işarələri ilə yazılmalıdır. 1-dən də 6 çıxanda -5. Deməli, x-imiz 1-dən 4 çıxanda -3, x də -3 bərabər -5.
Çarpaz vur. Uşaqlar mənfilər getsin də, sağda da mənfi var, solda da atın onları getsin. X də bərabərdir 3 böl 5. Sağı və solu mənfiyə vura bilərsiniz və yaxud bölə bilərsiniz. 14-ün cavabı A. 15-ə baxırıq. 15-i nə eləyə bilərik uşaqlar? Deməli, aşağını vurub açsaq, düstura gətirə bilərik. X üstəgəl Y-in düsturuna. Sonra nə eləyə bilərik? Əslində, baxanda ədədləri görürsünüz neçədir. Yəni, kublarının cəmi 2 olan ədəd. Baxan kimi görürsünüz ki, 1-lə 1-dir də bu. Amma bunu məsələn ətraflı yazı kimi göstərsə nə eləyək? X kubu üstəgəl Y kubu. X kubu üstəgəl Y kubunu açıram. X üstəgəl Y vurulsun X kvadratı çıx. X Y üstəgəl Y kvadratı. Öz düsturu ilə açdım uşaqlar. Bir də ikinci olduğu kimi yazıram. X Y, X üstəgəl Y bərabərdir 2. Bunları tərəf-tərəfə bölə bilərsiniz və yaxud baxın, sağ tərəfləri eynidir. Sağ tərəfləri eynidirsə, demək sol tərəfləri də eynidir. Onları eyniləşdirək. Bu ifadəni bərabər edirəm aşağıdakı ifadəyə. Çünki sağlar eynidirsə, deməli sollar da eynidir. Təkrarlayıram. Bununla bu eynidir, getdi. X kvadratı çıx, X Y. Üstəgəl Y kvadratı bərabər X Y-dən. Bu X Y-i keçirdin sol tərəfə. Bax, bu da sola keçəndə mənfi olur. Mənfi, mənfi, mənfi 2 dənə X Y. Nəyin açılışı verir bizə? X çıxılsın Y-in kvadratını. 0-dır. X çıx Y-in kvadratı 0-dırsa, deməli X çıx Y özü də 0-dır. Və buradan belə nəticəyə gəlirik ki, X, Y bir-birinə bərabər ədədlərdir. İndi X, Y bir-birinə bərabərdirsə, uşaqlar birinci tənlikdə yerinə qoyaq. Deyək ki, X kubu üstəgəl Y kubu 2-dir, düzdür. X-in yerinə də Y yazın. Onda X-in yerinə Y yazanda Y-in kubu üstəgəl Y-in kubu bərabərdir 2. 2Y-in kubu 2. Y kubu 1. Y kubu 1 isə Y də 1-dir. Kubu 1-dirsə özü də 1-dir. Y 1-dirsə, X Y-ə bərabər olduğu üçün X də 1-dir. Bizdən tələb edir X kvadratı üstəgəl Y kvadratını. Uşaqlar, əgər bu qapalı sual düşsə, cavabı yenə deyirəm. Baxan kimi görürdünüz. İlk baxışdan baxanda görmək olur ki, bunun cavabı nədir? Yaza bilərsiniz şifahi. Amma ətraflı yazı düşsə, siz bunun alınmasını göstərməlisiniz. Göstərməsəniz, sizə bal verməyəcək. Ona görə çalışın bunun həll üsulunu. Bu üsulla bir də başqa üsul alınıza gəlsə, ondan göstərin. Yəni, bir sistemin bir neçə müxtəlif həll üsulu var. Mən bundan yazdım. Davam edirik uşaqlar. Birincinin hər tərəfindən deyəndə, yəni bu hər iki toplanandan X-i ortaq vuruq çıxardaq. X-i ortaq vuruq çıxardanda qalacaq birinci tərəfdə 1, ikinci tərəfdə X, Y-dən X-i çıxartdığınız üçün Y. Bərabərdir 5 bölünsün 3. İkinci tənliyə baxırsınız, hər ikisində Y var. Y-i ortaq vuruq çıxardın, onda qalır birinci tərəfdə 1, ikinci tərəfdə Y. Bərabərdə 1 bölünsün 6. Sistemləri tərəf-tərəfə toplaya bildiyimiz kimi tərəf-tərəfə bölə də bilərik uşaqlar. Götürüb bunları tərəf-tərəfə bölsək, 1 üstəgəl Y-lər gedər, qalar X bölü Y, bərabərdir 3-də 5 bölünsün 6-da 1-i tərsinə çevirib 1-də 6 yazın, rahat həll edin. Onda 5-i də 2-yə vuranda 10. X bölünsün Y-in cavabı 10-dur. Bu deməkdir ki, X bərabərdir 10 Y-ə. Nəyə görə? Çünki məxrəcinə 1 açsaz, çarpaz vurursunuz, alınır 10 Y. Bizə deyir X çıx 3 Y bölünsün X ifadəsini tap. X-in qiyməti 10 Y-dir. Çıxılsın 3 Y böl məxrəcdə də X-in yerinə 10 Y. Bax, həm burada X-in yerinə 10 Y yazırsınız. Sürətdə qalır 7 Y, məxrəcdə qalır 10 Y. Uşaqlar, Y-lər gedir, cavabınız qalır onda 7 Y variantı. 17-ci suala baxırıq. 17-ci sualda X, Y nisbətini bizdən istəyir. Demək, nə eləyə bilərik? 17. İkincini 2-yə vuraq.
İkincini 2-yə vuraq, amma birincini saxlayaq. 2x, y bərabərdir -8. İkincini 2-yə ona görə vururam ki, mən bunları tərəf-tərəfə toplasam, düstur yaransın. X kvadrat üstəgəl y kvadrat üstəgəl 2xy. Bərabərdir 8-lə -8-in cəmi 0. Səsim getdi uşaqlar. X üstəgəl y-in kvadratının açılışıdır. Bu kvadratı 0-a bərabərdirsə, deməli x üstəgəl y özü də 0-a bərabərdir. Buradan x bərabərdir -y olduğunu alırıq. Məndən soruşub x bölünsün y-ə. X-imiz -y-dir. -y-i y-ə böləndə cavab -1. Biz burada ona görə toplama üsulundan istifadə etdik ki, bu 8 ilə -8-i toplayanda 0 verir. Və o bizə kömək eləyir ki, axırda x, y arasında bir əlaqəni tapaq. Bəzən olacaq ki, siz bunları çıxacaqsınız. Çünki bunları çıxanda da düstur verir axı bizə. Çıxması da düstur verir, toplaması da. Yerinə görə istifadə eləyəcəyik. 18-ə baxaq. Bəli, 18-də birincini olduğu kimi saxla. İkincini 2-yə vur. Ya 2-yə vura bilərsiniz, ya -2-yə. Çünki sağda birində 40-da, birində -40 etmək istəyirəm. Gəlin -2-yə vuraq. -2-yə vuranda -2x, y bərabərdir -40. İndi 40 ilə -40-ı tərəf-tərəfə toplasam 0 verər. Tərəf-tərəfə topladığınız üçün bu 3 dənəni də öz işarəsindən yazırsınız. Toplamaq öz işarəsi ilə yazmaq deməkdir. Yəni elə bilin ki, üstəgəl mənfi sizə -2xy verəcək. Cavab 0. Bu bizə verir x çıxılsın y-in mötərizədə kvadratının açılışı. Əgər bir ifadənin kvadratı 0-dırsa, uşaqlar, o ifadənin özü də 0-dır. Belə çıxır ki, x y-ə bərabərdir. X bölü y soruşur. X-in yerinə y yazsanız, y-ə bölsəniz, cavab 1. O da olacaq B variantı. 19-la davam edirik. 19-cu sualda hasil 0-a bərabərdir. Uşaqlar, hasil 0-dırsa vuruqlar ayrı-ayrı 0 olmalıdır. Ya x üstəgəl 3 0 olmalıdır. Və yaxud y kvadratı üstəgəl 7 0 olmalıdır. Y kvadratı üstəgəl 7 0-dırsa, y kvadratı bərabər -7 qalır. Belə bir şey də ola bilməz. Deməli, burada həll yoxdur. Neysə, kvadratı mənfədə də edə bilməz. Amma biz x-i tapa bilirik. X -3-dür. Bu birinci tənlik. İkinci tənliyimizi yazıram. İkinci tənlikdə x-i tapdığımız üçün gətirib qiymətin yazıram yerinə. 3-ü -3-ə vuranda -9, üstünə y kvadratı gəl 27. Deməli, y-in kvadratı eləyəcək 36. Onda y bərabər 6 da ola bilər və ya y bərabərdir -6 da ola bilər. Amma x ikisində də -3. Deməli, x-i -3 olanda siz y-ni 6 da ala bilirsiniz. X -3 yerinə qoyub həll edəndə y -6 da gələ bilər. -3 6, -3 -6 D variantında göstərilib. 20-ci sualda eynisidir. Özünüz sərbəst yazın, sonra mən yazandan yoxlayın. Hasil 0-a bərabərsə vuruqlar ayrı-ayrı 0 olacaq. Ya x çıx 2 0-a bərabər ola bilər. Çünki 0-ı nəyə vursa 0 edər. Və yaxud y kvadratı üstəgəl 2 0-a bərabər ola bilər. Birincidə x bərabərdir 2 olur. İkinciyə baxaq, y kvadratı bərabər -2. Uşaqlar, kvadrat neysə kvadratı ya 0-dır, ya müsbət. Heç vaxt mənfi ola bilməz. Ona görə bu getdi. X 2-dir. İkinci tənliyimizi istifadə etmədik. Heç götürüb bunu istifadə edirik. X-in qiymətini gətirib burada yerinə yazanda 2 vur 2 üstəgəl y-in kvadratı bərabərdir 8. Y-in kvadratı bərabərdir. Bu 4 edir. Sağ tərəfə keçirdib 8-dən çıxsanız 4. Kvadratı 4 edən 2 dənə ədəd var. Ya 2, ya -2. İndi y-in cavabını ya 2 tapdınız, ya -2. Amma x bir dənə 2-dir. Deməli, x-iniz 2 olanda y 2-də alına bilər. X 2 olanda y-i -2-də tapa bilərsiniz. Və ya ikisi də ödəyir. 2, 2 və yaxud 2, -2 cavab Y variantında verilib. Keçirəm 21-ci suala.
X, Y hasili verilibsə, mən ikinci tərəfdən X, Y-i ortaq vuruq çıxarda bilərəm. 3 vur. Baxın, X, Y-i mötərizədən çıxardıram. Çünki həm X var tərkibində, həm Y var ikisinin də. Onda X-in biri və Y-in biri qalır. Bərabərdir 5, X üstə gəl Y. Və X, Y hasilinin cavabının mənfi 9 olduğu verilib. Onda mənfi 27, X üstə gəl Y. Bərabərdir 5 vurulsun X üstə gəl Y-ə. Keçirdirəm, mənfi 27 dənə X üstə gəl Y. Çıxılsın 5 dənə X üstə gəl Y. Bərabərdir, sağda heç nə qalmır. 27 dənəsindən 5 dənəsi bu bizə verəcək mənfi 32 X üstə gəl Y. Mənfi 32-ni nəyə vursam 0 edər? X üstə gəl Y-in cavabı gərək 0 olsun. Bizə deyir ki, X kvadratı üstə gəl Y kvadratını tap, uşaqlar. İndi X kvadrat üstə gəl Y kvadratının köməkçi düsturlarından X üstə gəl Y-in kvadratı çıx 2X Y-dən istifadə etsək, ona görə bundan istifadə etdik ki, X üstə gəl Y-in cavabı verilib 0. 0-ın kvadratı çıx 2 vur. X, Y-in də cavabı mənfi 9. Edir 0 üstə gəl 18, bərabərdir 18, Y variantı. 22-də eyni üsulla gedəcəyik. Siz sərbəst yazın, görüm yaza bilirsinizmi? Nə başa düşdünüz mən izah edəndən? Baxın uşaqlar, X, Y bunun da tərkibində var, bunun da tərkibində var. Çıxardaq, ortaq vuruq. Onda qalacaq birincidən X, Y çıxardanda X-in biri. Çünki X-in kvadratıdır axı. İkinci tərəfdə Y. İndi X, Y-in cavabı mənfi 1 idi. O mənfi 1-i 2-yə vuranda mənfi 2 vurulsun, X çıxılsın Y, bərabərdir X üstə gəl 5Y alırıq. Vurub açaq, mənfi 2X üstə gəl 2Y, bərabərdir X üstə gəl 5Y. Hamısını keçirdək bir tərəfə, ya da ki, X-lər bir tərəfə, Y-lər bir tərəfə də keçirdə bilər. Gəlin hamısını bir tərəfə keçirdək. Üstə gəl 2Y, bax, X də keçdi, Y də keçdi. Oldu mənfi 3X və Y-lərə fikir verin, 2Y-dən 5Y çıxanda mənfi 3Y. Mənfi 3 ortaq vuruq çıxarılan zaman belə bir ifadə alırsınız. 3-ü nəyə vursam 0 edər? 0-a. Deməli, X üstə gəl Y-in cavabı 0-dır. Məndən soruşur X kvadratı üstə gəl Y kvadratını. Yenə mən köməkçi müxtəsər vurma düsturundan istifadə etsəm, nə alaram? X üstə gəl Y, zaten 0 almışsınız. Bunu qoyursunuz yerinə, olur 0-ın kvadratı, çıx 2 vur. X, Y-in də cavabı mənfi 1 yuxarıda verilib. Onda 0 üstə gəl 2, yekun cavabımız olur 2, C variantı. Keçir 23-cü suala. 23 yeni sualda. Yeni. X çıx Y soruşur. Uşaqlar düşünməliyəm. Gərək bunu necə sadələşdirim. Vurub kvadratları aça bilərik. Başqa nə edə bilərik? Elə kvadratları açacağım uşaqlar. Müxtəsər vurmaya görə, açıq B-nin kvadratına görə birincini açsam, X-in kvadratı, X-lə 1-in hasilinin 2 misli mənfi 2X, üstə gəl 1-in kvadratı. İndi Y çıx 2-nin kvadratını açıram. Olur Y kvadratı, Y-lə 2-nin hasilinin 2 misli 4Y, 2-nin kvadratı 4. Açdıq. İndi keçin ikinci tərəfə açın. X-in kvadratı çıxılsın. 2-ni X-ə vurub bir də 2-yə vursanız 4X. Üstə gəl 2-nin kvadratı 4. Sonra Y-in kvadratı çıxılsın 2Y. Üstə gəl 1. Bərabərdir 13. Burada ifadələri biraz azaltmaqdan ötürü tərəf-tərəfə çıxaq. X kvadratla X kvadratı gedir. Tərəf-tərəfə çıxanda Y kvadratları gedir. Baxın, yuxarıda 4 var, aşağıda 4 var. Çıxanda gedəcək. Yuxarıda 1 var, aşağıda 1 var. Çıxanda gedəcək. Nə qalır? Mənfi 2x-dən mənfi 4x-i çıxmaq. Mənfi 2x çıx mənfi 4 uşaqlar üstə gəl 4x eləyəcək. Sonra yuxarıda mənfi 4y var. Çıxılsın 2y, çıxılsın mənfi 2y. O üstə gəl 2y verəcək. Bərabərdir 17 çıx 13. Baxın, mənfi 2x çıx mənfi 4x.
Bunlar ikisi müsbət 4x-i verdi. Və yaxud mənfi 4y yuxarıda var idi, mənfi 2y var idi aşağıda. Bunların ikisi də müsbət y verdi deyə müsbət yazdım. Bunları silirəm. Nə qalır əlimizdə? 2 dənə x, 4y-dən də 2y çıxanda biri müsbət, biri mənfi olanda axı çıxmalısınız. Çıxıb böyüyün işarəsini yazırsınız. 17-dən 13-ü çıxanda 4. 2-ni ortaq vuruq çıxarsanız x çıxılsın y bərabərdir 2. Belə bir tənliklər sistemi idi. Fərqli idi. Köhnə toplarda yoxdur uşaqlar. Sonra keçək 24-də görək nə edirik. 24-də nə edə bilərəm? A üstəgəl B-ni bizdən soruşur. Tərəf-tərəfə toplayaq. Gəlin tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda A kvadratı üstəgəl B kvadratı, sonra müsbət 3B kvadratı üstəgəl 3A kvadratı bərabərdir A-da 140, üstəgəl B-də 76. Bu da yeni sualdır uşaqlar. Məncə köhnə topda görməmişik bunu. İndi biraz sadələşdirsəm, mən burada 4A kvadratı alıram. Bir də B-ləri sadələşdirsəm, 4B kvadratı alıram. Bərabərdir. Buradan A, B hasilini ortaq məxrəcə gətirsəm, 140B üstəgəl 76A alıram. Bunun axırı hara gedəcək? Nəyə becəri oldu uşaqlar? A üstəgəl B-ni soruşur bizdən. A üstəgəl B cəmini buradan necə tapacağım ki? Bəlkə bunu A, belə yox, bunu hər tərəfin yuxarıda A-ya vursaydıq, burada da B-yə vur. A, bu sualı belə getməyək uşaqlar. Bu bizə heç nə verməz. Baxın, nə edəcəyik? Burada məxrəcdə A var. Məxrəcdə A var deyənə bunu A-ya gəlin vuraq. Kim kəsirdən azad eləyək. Bunu A-ya vuranda A kubu, üstəgəl bunu A-ya vuranda 3, B kvadratı A bərabərdir 140 böl A-nı da A-ya vuranda 140. Maraqlıymış. Bunu isə B-yə vuraq. B-ni B kvadratına vuranda B-nin kubu, B-ni bura vuranda 3A kvadratı B, B-ni 76 böl B-yə vuranda B-lər ixtisar gedəcək 76. Tərəf-tərəfə toplayanda A kubu üstəgəl. Toplananların yerini dəyişik yaza bilərsiniz. Tutaq ki, mən birinci bunu yazıram. Belə yazmaqda məqsədim odur ki, düsturları görə biləsiniz. Üstəgəl B kubu axırda. 140 ilə də 76, 216. Uşaqlar, belə toplananların yerini dəyişik yazıram. Bilirsiniz ki, cəm dəyişmir onda. Onda bunlar hamısı bir yerdə bizə nəyi verirdi? Bax, bunun açılışı. 216 da 6-nın kubudur da. Deməli, A üstəgəl B hər tərəfdən kubları atsaq 6-ya bərabər imiş. Qəşəng sualdır. A variantı. Birinci çaşdırmışdı ama. Keçək 25-ə. Birinci düşünək görək nə eləyə bilərik, sonra davamını eləyək. Bayaqçı kimi yazıb pozmayaq. A, yuxarıda düsturun açılışıdır, aşağıda düsturun açılışıdır. X vur Y soruşur. Uşaqlar, özü natural ədədlərdir. Natural ədədlər şərti qoyubsa rahatdır. Deməli, uşaqlar, bunu yuxarıdakını X üstəgəl Y-in kvadratı kimi göstərə bilərsiniz. Aşağıdakı isə X çıx Y-in kvadratının açılışıdır. Sadəcə 2xy. Yox, kvadratın açılışı deyil. 2xy mənfi olsaydı kvadratın açılışı olardı. Demək, burada da bizi çaşdırmaq istəyirlər. Deməli, birinci bunun kvadratının açılışıdır. Birincini düz yazmışıq. İkinci isə kvadratın açılışı deyil. Biz nə edə bilərik ki, burada uşaqlar? Tərəf-tərəfə toplama çıxma üsulundan bəlkə istifadə edək. Birincini hələ ki saxlayıram, bəlkə bizə kömək oldu. Tərəf-tərəfə toplasam, ancaq Y kvadratları gedəcək. Amma mən tərəf-tərəfə çıxsam, həm x kvadratı gedəcək, həm 2xy-lər gedəcək. Ona görə Y kvadratı çıx, tərəf-tərəfə çıxıram. 49 çıxılsın 41. Mənfi olur müsbət 2y kvadratı bərabərdir 8 y kvadratı
Buradan 4-dürsə, y bərabərdir 2. Mənfi 2-ni yaza bilməyik, çünki natural ədədlərdir. İndi bunu birinci yazdığımda istifadə edə bilərəm. Uşaqlar, x üstəgəl y-in kvadratı 9 idisə, deməli x üstəgəl y 7-dir də. Buradan belə çıxır. Bunu silirəm, artıq istifadə etdik. Y-in cavabı 2-də aparıb yerinə qoyuruq. Y-in yerinə 2 qoyanda olur x üstəgəl 2 bərabərdir 7. Deməli, x bərabərdir 5. X, y hasilini soruşur. 5 vurulsun 2 bərabərdir 10. Bu da yeni sualdır. Sonra keçək 26-ya. Söhbət natural ədədlərdən yenə gedir uşaqlar. Demək, nə eləyə bilərik? Nə eləyə bilərik? Vurub atsaq, kömək eləyərmi bizə? Vurub atsaq. Aşağıdan ortaq vuruq çıxarsaq x, y, onda x üstəgəl y almış olacaq. Özü yenə natural ədədlərdir. Yuxarıda seçim kimi də istifadə edə bilərik. Yəni, nəyə vursaq 4 edər. 2-ni 2-yə, 4-ü 1-ə. X kvadrat üstəgəl y kvadratını almaq istəyirəm mən. Düşünün. Uşaqlar, vurub açacağım birincini. Görək nə alıram. X, y, çıx. Sanki orada mənfi 2-ni müsbət 2-yə vuranda 4-lər hər tərəfdən gedib bizə kömək edə bilər. Çıx 2x, sonra bunu vur. Mənfi 2y və mənfi 2-yə mənfi 2-yə vuranda müsbət 4. Bərabər 4-ə bu 4-lər gedir. Onda x, y bərabərdir. Bu 2x, y-dən 2y bu tərəfə keçdim. 2-ni ortaq vuruq çıxarsam x üstəgəl y alıram. Belə bir şey aldım. İndi bunu aşağıdakı tənlikdə istifadə etmək üçün buradan x, y ortaq vuruq çıxardaq yenə. Qalacaq onda x üstəgəl y bərabər 162. Burada nə eləyək ki? Burada da nə eləyə bilərik? X, y-ləri gətirib aşağıda yerinə qoya bilərik. Ya da ki, x üstəgəl y. X, y-in qiymətini gətirib burada əvəz edirəm. X, y-in qiyməti 2 vurulsun, x üstəgəl y-dir. Bir dənə də x, y burada var axı. X üstəgəl y daha doğrusu. 2-yə ixtisar edəndə burada qalır 81. X üstəgəl y-ə x üstəgəl y-ə vurmaq x üstəgəl y-in kvadratı deməkdir. Və kvadratı 81-dir. Söhbət natural ədədlərdən gedirsə ancaq 9-u götürəcəyik. Bunu bildik. İndi x, y-ə tapmalıyam mən. Şalonu da buradan tapaq da. Burada yerinə qoyanda x, y bərabərdir 2 vurulsun. X üstəgəl y-ə 9 tapdıq. X kvadrat üstəgəl y kvadratını soruşsa bu köməkçi düstura gedir yenə. X üstəgəl y 9-dur. 9-un kvadratı çıxılsın 2 vur. X, y də uşaqlar 18 tapdınız. Siz tapdınız yoxsa mən? Bəlkə məndən qabaq tapmış olarsınız. Bunlar da çıxanda cavab qalır 45 B variantı. Belə. Keçək 27-yə. 27-də deyir ki, x kvadratı y bərabərdir 20-yə. Bir də x, y kvadratı 50-yə. X, y kvadratı 50-yə. Nə eləyə bilərik uşaqlar? Nə eləyə bilərik? Tərəf-tərəfə bölə bilərik. Sadələşəcək bölsək. Gəlin bölək. X kvadratı y-i mən bölürəm x, y-ə bərabərdir x, y kvadratına. 20 böl 50. Burada x kvadratla x gedəndə yuxarıda x qalır. Y kvadratla y gedəndə aşağıda y qalır. Burada da sıfırlar aparsam 2 bölünsün 5 alıram. Və x kvadratı y 20-yə bərabərdir. Bu necə tapaq? X kvadratı y 20'dir.
Burada x-ə 2k, y-ə 5k deyib gedə bilərik əslində. Gəlin deyək də. X-ə 2k ya da k-larsız da gedib belə yaza bilərsiniz. Buradan mən x-i tapsam, hər tərəfi y-ə vursam burada çarpaz, belə olacaq. 2y bölünsün 5. Bir də k yazmayaq, çünki zaten 2 dənə məhculumuz var. Bir dənə də k-nı gətirsək daha yorar bizə. İndi bu birinci də, ikinci də gətirim qoyaq. İkinci daha sadədir. İkinci də yerinə qoysaq, x-in yerinə yazıram. 2y böl 5. Vurulsun y-in kvadratı bərabərdir 50. Burada 2, y-ə vuranda y-in kubu bərabərdir. 5-i də 50-yə çarpaz vursanız 250. 2-yə ixtisar edəndə y kubunu 125 alırsınız. Nəyin kubu 125-dir? Təbii ki 5-i. Y 5 isə x-i gətirib tapaq yerinə qoyub. Burada qoyacaq. X bərabərdir. Y-in yerinə 5 yazanda 2 vur 5 böl 5-dən x-i də 2 alırıq. Düzdürmü? Deyin hə. Deməli, x üstəgəl y üstəgəl x y soruşur bizdən. X-i aldınız 2, y aldınız 5, üstəgəl x vurulsun y, yəni 2 vur 5. Yekun cavabımız 17 C variantı. Uşaqlar, bu da yeni sualdır. Yeni. Hə, artıq 28 yeni sual deyil. 28 4 dənə tənliyimiz qaldı uşaqlar. 28 tərəf-tərəfə toplaya bilərik. Çətin görünməyinə baxmayın, amma çətin deyil. Nəyə görə? Baxın, tərəf-tərəfə toplayanda bununla bu əks ədədlərdir, getdi. Tərəf-tərəfə toplayanda bundan 2 dənə oldu da. Yazırıq 2 dənə 5x üstəgəl 3y. Toplayıb 12 üstəgəl 6y də yaza bilərsiniz. 2 dənə 5x üstəgəl 3y də. Mən belə yazmaqdan xoşum gəlir, ona görə belə yazacağım. Belə yazmaq əlverişli olacaq sizə. Nəyə görə? Bir də təzdən 2-ni ortaq vuruq çıxardıb vaxt itirməyəcəksiniz. Onda 5x üstəgəl 3y-in cavabı 28-i 2-yə böldüm 14. Bu belə. İndi bu 5x üstəgəl 3y-in cavabının 14 olmasını aparıb yerinə qoyacağım. İkinci tənlikdə yerinə yazıram. 5x üstəgəl 3y-in yerinə yazıram 14. Çıxılsın 4 bölünsün 7x çıxılsın y bərabərdir 13. İndi 14-dən nə çıxsam 13 qalar. 1 çıxsam, düzdürmü? Deməli, bu kəsrin cavabı 1-dir. 4-ü nəyə bölsəm 1 düşər? 4-ə. Deməli, 7x çıx y-in cavabı da 4-dür. İndi bizim 2 dənə tənliyimiz oldu. X üstəgəl y soruşursa bizdən, biz bunları sistemləşdirməliyik. 5x üstəgəl 3y 14. 7x çıxılsın y bərabərdir 4. Hə, mən bunu neyniyim ki, x, y-i birbaşa tərəf-tərəfə toplayanda ya da çıxanda almaq olmur. Ona görə ikincini mən hər tərəfin 3-ə vuracağım. Birincini saxlayıram. Köhnə topluda uşaqlar, məsələn, 7x çıxılsın y-i soruşmuşdu da, bir də yorucu bu aşağının təzdən nəyəsə vurub sadələşdirmirdik. 21x çıx 3y bərabərdir 12. Tərəf-tərəfə toplasanız bunlar gedir. 28x bərabərdir 26x bərabərdir. 26-ya x1. x1-dirsə aparın, hansındasa birində yerinə qoyun, y tapın. 7 vur 1 çıx y bərabərdir 4 idi. 7-dən y çıxanda 4 qalırsa, 7-dən gərək 3 çıxım ki, 4 qalsın, y-imiz 3. X üstəgəl y-in cavabını soruşur. x1, y3 cavabımız olacaq 4. Cavab 4. Və 29 eyni qayda ilə. Baxın uşaqlar, tərəf-tərəfə toplasanız, bunlar əks ədədlərdə islah gedirlər. Çünki kəsrin qarşısında bir dəfə mənfi var, bir dəfə müsbət. Bundan isə topladığınız üçün 2 dənə olur. 2 dənə 5x çıxılsın 3y bərabərdir. Bunların ikisini toplayanda mənfi 15, mənfi 13, mənfi 28-i verir. Onda 5x çıxılsın 3y-in cavabı olur mənfi 14. Aparıb yerinə qoyaq. Hansını istəyirsiniz yerinə qoya bilərsiniz. İkincidə tutaq ki, yerinə qoysam. 5x çıx 3y yazmıram. Yerinə yazıram mənfi 14.
çıxılsın 9 bölünsün 6x çıxılsın y bərabərdir mənfi 13. İndi bu kəsri götürürəm. Mənfi 9 bölünsün 6x çıxılsın y bərabərdir. Mənfi 13 üstəgəl 14 eləyəcək də. Yəni cavabı 1. Mənfi 9-u nəyə bölsəniz cavab 1 qalar? Təbii ki özünə, yəni mənfi 9-a. Aldıq bunu. Bizim əlimizdə bu tənlik var, bir də bu tənlik var. İkisini birlikdə işləyərək x-i və y-i tapa bilərik. Yazıram 5x çıx 3y bərabərdir mənfi 14. Bir də 6x çıx y bərabər mənfi 9. İkincini mənfi 3-ə vuraq da hər tərəfin. Onda 5x çıx 3y bərabər mənfi 14. Niyə görə mənfi 3-ə vururuq? Y-lərin əmsallarını əks etmək üçün. Demək, mənfi 3-ə vuranda mənfi 18x, müsbət 3y, mənfi 9-da mənfi 3-ə vuranda müsbət 27. Və tərəf-tərəfə toplasam, bunlar gedir. Mənfi 18-in üstünə 5 gələndə mənfi 13x bərabərdir 27-dən mənfi 14, müsbət 13. X-i mənfi 1 alırıq. X-in qiymətində yerinə apar yaz, tap y-i. 6 vur, x-in yerinə mənfi 1. Çıx, y bərabərdir mənfi 9. Bu eləyir mənfi 6. Çıx, y bərabər mənfi 9-dan. Mənfi y bərabər mənfi 9 üstəgəl 6 yazaq, yəni mənfi 3. Əgər mənfi y mənfi 3-ə bərabərsə, hər tərəfdən mənfiləri aparsanız y 3. X-y hasilini modulda istəyir. Yəni mənfi 1-i 3-ə vur, cavabı modulla. Onda cavabı 3 olacaq. Bu şəkildə. Keçirik 30-cu suala. 30-cu sualda birbaşa toplaya bilmirik, çünki əmsallar fərqlidir, sürətlər fərqlidir. Mən birincinin hər tərəfi mənfi 3-ə vuracam. İstəyirəm ki, bunun sürətində 9 varsa, bunun sürətində mənfi 9 yaradım ki, toplayanda 0 versin. Deməli, mənfi 3-ə vururamsa, bunu eləyir mənfi 9 bölünsün x çıx y. Mənfi 3-ü mənfi 4-ə vururamsa, müsbət 12 böl x üstəgəl y. Mənfi 3-ü mənfi 1-ə vururamsa, müsbət 3. İkincini saxlayıram olduğu kimi, neysə vurmağa ehtiyac yoxdur. Və tərəf-tərəfə toplayacağım. Toplayanda nə olur? Əks ədədlər gedir. Bunları toplayanda 12 bölünsün x üstəgəl y, üstəgəl 10 bölünsün x üstəgəl y bərabərdir 11. Ortaq məxrəc x üstəgəl y-də sürətləri toplayanda 22. Uşaqlar 22-ni nəyə bölsəniz 11 alınır? 2-yə. Deməli, x üstəgəl y-in cavabı 2-dir. İndi bunu aparıb hansısa tənlikdə yerinə qoyaq. Tutaq ki, ikincidə yazıram. 9 bölünsün x çıxılsın y üstəgəl 10 bölünsün 2 bərabərdir 8-ə. 9 bölünsün x çıx y. Bax, 12-yə böləndə 5. 8-dən də 5 çıxanda sağ tərəfə keçirdib 3 qalır. İndi 9-u nəyə bölsəniz 3 düşər. 3-ə. Deməli, x çıx y-in cavabı 3-dür. Məndən soruşmuşdu x kvadratı çıx y kvadratını. Bu x çıxılsın y x üstəgəl y verir mənə. X çıxılsın y 3 tapdınız. X üstəgəl y isə 2 tapmışdınız. Baxın. 3-ü 2-yə vur, cavab 6. Eyni ilə sərbəst 31 işləyin, sonra mən yazana baxarsınız. Mən birincinin hər tərəfi mənfi 2-yə vuracağım. Çünki birinin sürətində x çıx y-in 8-dir, o birində 4-dür. 4-ü mənfi 8 etmək rahatdır. Mənfi 2-yə vuracağım. Mənfi 2-yə vuranda mənfi 8 bölünsün x çıx y. Bu eləyir mənfi 24 bölünsün x üstəgəl y. Bərabərdir mənfi 2-ni 3-ə vuranda mənfi 6. Bu ikincini köçürdürsünüz olduğu kimi uşaqlar. Və tərəf-tərəfə toplasanız bunlar gedəcək. Zaten məqsəd bu idi ki, bunları islah aparasınız. Mənfi 24 bölünsün x üstəgəl y-lə toplayırsınız. Mənfi 18 bölünsün x üstəgəl y.
O da mənfi 7 eləyir. X üstəgəl Y də bunu mötərizədə yazsaz daha səliqəli bir görüntü olar. Və yaxud belə yazın. Toplama mənfi sizə mənfi işarəsini verir. İndi mənfi 24 ilə mənfi 18-də mənfi 42-ni. Uşaqlar, mənfi 42-ni nəyə bölsəm mənfi 7 qalar. 6-ya bölsəm, düzdürmü? X üstəgəl Y 6-dır. X üstəgəl Y 6-dırsa aparıb yerinə qoyaq. İkincidə yazacağım. O daha gözümə xoş görünür. 8 bölünsün X çıx Y. Çıx 18 böl. X üstəgəl Y-in yerinə yaz 6. Onda 8 bölünsün X çıx Y. Çıx 3 bərabər mənfi 1. 8 bölünsün X çıx Y. 3'ü sağ tərəfə keçirdəndə mənfi 1 ilə toplanıb 3 eləyəcək 2. 8-i nəyə bölsəm 2 düşər? 4-ə. Deməli X çıx Y 4-dür. Məndən tələb olunmuşdu X kvadratı çıx Y kvadratı bizim ən sevimli müxtəsər vurma düsturumuzdur. Uşaqlar, X çıxılsın Y-in yerinə 4, X üstəgəl Y-in yerinə də 6 tapmışıq. Baxın, burada və burada. Cavabımız olur 24. Bununla da verilmiş başlığın izahını paylaşdım. Sizinlə bildirmək istəyirəm ki, dərslərimizə qeydiyyat aktivdir uşaqlar. Yuxarıda ekranın yuxarısında nömrə görürsünüz. Əlaqə saxlayaraq məlumat əldə edə bilərsiniz. Növbəti izahımız isə tənliklər sistemi qurmaqla məsələ həll olacaq. Uşaqlar, həmin bölmədən sonra tənliklər sistemi bitir. Hansı bölməni izah edim, onu da qeyd edərsiniz. Hələlik.